Biz Əl-Maidə 55 ayəsini belə oxuduq. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəmə veliyukumullah və rasuluhu vəllezine amenu ellezine yuqimunəs-salat və yutunəz-zəkat və hum rakiun. Tərcüməsi budur ki, sizin vəliyiniz Allahdır, Peyğəmbərdir, rükuda zəkat verənlərdir və bunun ətrafında danışdıq. Hər iki mənbədən əziz və dəyərli əhl-i sünnə qardaşlarımızın mənbəsinə müraciət elədik və oradan çıxarışlar elədik ki, bu İslam dünyasının sözüdür. Nəinki yalnız bir məzhəbə aiddir ki, o hadisə Əl-İslamdan bağlıdır. Və Əl-İslam məsciddədir, rüku halındadır. Bir nəfər ehtiyaclı gəlir, kömək istəyir, heç kəs kömək eləmir. Əmrül-Müminin barmağı ilə işarə eləyir, o gəlir barmağındakı üzüyü çıxardır. Bu, bura qədər olan söhbətlərimiz əslində bunun ətrafında çox danışdıq. Yaxşı. Burada bir mövzu var, Oktay müəllim. Mən bunu elə ilk gecədən bu sualı qoydum ki, bəziləri deyir ki, Əl-İslam zəkat verdi rükuda. Bu nə anlamdadır? Bu necə başa düşək? Zəkat deyiləndə ayədə nə nəzərdə tutulur? Vəhum rakiun rükuda yutunəz zəkat, deyir, zəkat verir. Baxın, dini mətnlərə baxsınız, inşallah bir nəzər gezdirin. Zəkat kəlməsi geniş anlamdadır. Zəkat kəlməsi geniş anlamdadır. Yalnız fiqdə, o şəriət kitablarında qeyd olunmuş zəkatla məhdudlaşmır. Yəni, o vacibi zəkatla məhdudlaşmır. Müstəhəb sədəqəyə də zəkat deyilir dini mətnlərimizdə. Müstəhəb sədəqəyə də zəkat deyilir. Nəzərə alaq ki, fiqdə qeyd olunan zəkat, belə deyək də, fiqdə qeyd olunmuş o vacibi zəkat Mədinədə vacib oldu. Peyğəmbər ilk öncə haradaydı? Onun üçün Məkkədə idi. Sonra hara getdi? Mədinəyə getdi. Və o buyruqlar, rituallar, ayinlər tədricən ki, gəlirdi. Peyğəmbər Məkkədə olanda yox, Mədinədə olanda, Mədinə şəhərində olanda zəkat mövzusu, o vacibi fiqh zəkat vacib oldu ümmətə, deyildi. Amma Məkkədə hələ o zəkat nə olmamışdı? Vacib olmamışdı. Yaxşı, biz Quran-ı Kərimə baxırıq, görürük ki, əziz Allahımız, Məkki surələrində də belə zəkat mövzusunu açıb. Deməli, bu hansı zəkatdır? O vacibi fiqhi zəkat deyil. O geniş anlamda olan zəkatdan söhbət gedir ki, onun içində də var, müstəhəbbi sədəqə də var. Çünki axı, zəkat Mədinədə vacib olur, Məkkə aylarında zəkat mövzusu açılıb. Bir yox, bir neçə yerdə. Görünən budur ki, Quranın məntiqində zəkat geniş bir anlayışdır. Yaxşı. İndi bir dənə ayə deyim sizə. Loğman surəsi 4-cü ayə. Əl-ləzinə yuqimunəs-salat və yutunəz zəkat. Mənim bəzi bəndələrim var, namazı bərpa edir və zəkat verir. Loğman surəsi Məkkidir. Məkki surədə zəkat mövzusu açılıb. Zəkat o fiqhi vacibi zəkat deyil. Çünki o Mədinədə olmuşdur. Və görünən budur ki, bu zəkat müstəhəbbi sədəqədən söhbət gedir bu ayədə. Bəs əgər müstəhəbbi sədəqəyə zəkat deyilirsə, Əmir-ül-Müminin rükuda verdiyi o zəkat anlamında olan o bəxşiş də sədəqə ünvanında idi. Əmr-ül-Mümin inir, bir fəqir ağız açır, kömək istəyir, o da bir növ sədəqə verir, rükusunda verir və o geniş anlamda olan zəkat onu da ehtiva edir. Yaxşı, bu bir məsələ. Hətta zəkat bundan da genişdir. Yalnız vacibi, fiqhi zəkat və müstəhəbbi sədəqəyə aiddir, bundan da genişdir. Məsələn, hədisdə var, likulli şeyin zəkatun, hər şeyin zəkatı var. Hədis deyim, və zəkatul əql, ağlın zəkatı nədir? Ət-təhəmmül, buyurur, təhəmmül lil-cuhal. Yaxşı, buyurur ki, nadan insanlara dözmək əqlin zəkatıdır. Ağıl verməyib Allah sənə, onun da zəkatı nədir? Nadan bir insana həlim ol, döz, özündən çıxma. Özvə daha bir dəfər bir nadan insan sənə bir dənə bir sözü belə dedi, çəp baxdı, ömrü özvə yazığın gəlsin. Çox dərd eləmə, bu niyə belə baxdın? Odur da, niyə qəbul eləmədi? Qəbul elədi, eləməsin. Mənim işim, sənin işin nədir? Deməkdir, danışmaqdır, söyləməkdir. Qəbul eləyəcək. Ora qədərdir mənim vəzifəm. Ondan ötürü onun vəzifəsidir. Yaxşı. Yaxud məsələn hədisdə var, zəkatul elm ən yualliməhu əhləhu.
elmin zəkatı budur ki, əhlinə öyrədəsən. Diqqət edə düzəltsən, hər adama elm öyrətmək olmaz. Adam məsuliyyət daşıyır, kimə elm verir? Əhlinə verir. Zəkat oradadır. Deməli, biz nəticə aldıq ki, Əmirül-Möminin zəkat verməsi bu ayədə, yəni sədəqə. Bir ehtiyacı bir insan əlindən tutmaq. Çünki zəkat geniş anlamdadır. Oldu, Qurana da ayə gətirdik, hədisdə dedik. Bura qədər. Yaxşı. İndi davam eləyək. Bəs niyə Allah bu qədər belə bir sədəqəyə, belə bir zəkata, belə bir bəxşişə tərif edir? Niyə Allah Əmirül-Mömin o zəkatını bu qədər təriflədi? Bir, çünki ixlas var idi orada. İki, anında elədi, gecikmədi, yerinə düşdü. Bax, yerinə düşsün gələk. Biraz hərdən gecikəndə o deyil. Bəli. Adam ki, görsən ac olur, vaxtında gəlməyəndə, biraz gecikəndə yiyimi, adam iştahası küsür sanki. Bu misaldır da. Amma vaxtında olanda bir yerinə düşür. Namazı da deyiblər ki, vaxtında qılına, azan veriləndə. Ya niyə? Ruhun ac vaxtıdır da, gecikdirməyin. Elə bir iştahasını qaçırdısan ruhun. O olmuş. Qıla, dümləm qılma, yenə o deyil də. Keçək oradan bura. Baxın, Əmirül-Mömin o addımı anında atdı. Yəni, gecikdirmədi. Bu Əmirül-Möminin nə idi? Əzəməti idi. Üçüncü də ki, dinin və müsəlmanların abrını qorudu bu zəkatla. Çünki o şikayət elədi, axı müsəlmanlar nədir? Məni əli boş göndərdi. Əlin qalırdı. Belə görünür o ki, burada danışacaq. Çünki cəmiyyətin içində əllərin qalıb, dua edirdi. Artıq söz deyirdi, fikir deyirdi. Orada Əmirül-Möminin bu addımı ilə İslamın, dinin və müsəlmanların abrını qorudu. Bura qədər işim yox. Yaxşı. İndi bunu istəyirəm sizə deyim ki, Allah niyə imamı bu şəkildə vəsf edir? İmamı bizə belə tanıtdırır. İmamımız o kəsdir ki, rükuda zəkat verir. Namaz qılır, rükuda zəkat verir. Niyə imamımı belə vəsf elədi mənim? Sualdır da, düşündürür da adamı. Bəli. İlk öncə bunu deyim, Oqtay müəllim, imamın vəsfi yalnız bu deyil, rükuda zəkat verməsi deyil. İmamətin vəsfini biz bugünə qədər nə qədər vəsf elədik? Onlar paçdılar, yutəhhirakum. Düzdür. Onlar məsumdular, ətiyullah və ətiyur rəsul və ulləmr. Onların qeybə elmi var, bunları çıxartdıq. Onların bütün həyatı ilahi razılıqdan ibarətdir. Mən yəşri nəfsəh ibtiğa əmərdatillah və s. Bir vəsfi də yəni, imamın budur ki, namazda, rüku halında zəkat verir. Yaxşı, niyə imamımı belə tərif edir? Niyə məhz bu? Allah gəldi, bunda dayandı. Bunu çıxartdı ortaya. Bunu aktuallaşdırdı. El aləm bildi ki, Əli rükuda belə bir zəkat verib. O qədər zəkat verib ki, bu. Məhz bu rükudakı zəkat. Yaxşı. Biraz cavab verək buna. Düşündürüləsi mövzudur, düşünüləsi mövzudur. Bu əməl, Əmirül-Möminin rükuda zəkat verməsi imamın insanlara olan mehr məhəbbətindən xəbər verir. O qədər mehribandır ki, heç namaz bitirməyi də gözləmir. O qədər mehribandır insanlara, namazı bitirməyi gözləmir. Elə rüku halında zəkat verir. Başqa ifadələnsə, ibadət Əmirül-Möminini ictimai məsuliyyətə öhdələnib icra etməkdən yayındırmır. İbadət namaz onu ictimai ibadətdən məhrum eləmir, yayındırmır. Əziz vaxtında insan başı qarışır ibadətə, ictimai məsuliyyətlər yadından çıxır. Hətta təcrid olur, çəkilir inzivaya. Namaz, oruc onu cəmiyyətdən qoparır. Yaxşı. Burada bunu müşahidə eləmirik, daha fərqli görürük. Bu namazda, bu rükuda Allaha olan eşqlə insanlara olan sevgi bir araya gəlib. Salam olsun o rükuya ki, həm Allaha eşq var, həm insanlara sevgi var. Nə gözəl rükudur bu rüku. Gözəl, gözəl. Hər ikisi orada cəm olub. Həm Allaha eşq, subhanallah, 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 eyni zamanda yu'tunəz zəkat. Buradan da insanlara sevgi. Rüku cəm eləyib ilahi eşqlə insan sevgisini. Bərəkətli rükudur bu rüku. Bu Əmirül-Möminin və imamların rükusudur. Çünki dedim, hədisdə gəlib o birisi imamlar. Digər imamlar. Bəli. Biraz da əlavə eləyək ki, qoy biraz da tamamən məsələlər tam otursun.
Bəli, bu hadisəyə başqa bir bucaqdan da baxmaq olar. O nədir? Allah vəlisinin, yəni imamın bir əli xaliqdədir, bir əli xəliqdədir. Alan əli də var, verən əli də var. Namazda feyzi qəbul edir, bu yandan zəkat verir. İmamın həm alan əli var, həm verən əli var. Yaxşı. Bu namaz, bu rüku yerlə göyü biri digərinə vəsl edir. Namazda gedib meyraca, amma yerdə rüku verir. Ruh həm meyracdadır, zahirən yerdədir. Rükudakı bu zəkat yeri göyə vəsl edir. Göydən məqsəd mənəvi səmalı. Çünki, belə demirəm mən, Allah Taala bu ayədə həm namazı tərif edib, həm zəkatı tərif edib. Allah buyurur, nə namaz namazlığından çıxıb, nə zəkat zəkatlığından çıxıb. Tərif edir. Demək, bəndəmə bax, yuqimunəs-səlat, yutunəz-zəkat və hum rakiun. Bu nə? Rükudur. Həm zəkatı var, həm Allahla ünsiyyəti var. Namazda Allaha diqqəti ola, bir fəqirə də diqqət yetirməsi əmirül-müminin o şəxsiyyətin ruhunun vüsətindən və vücudunun kamil olmasından xəbər verir. Gör, nə qədər ruhu vəsidir, genişdir, nə qədər ruhunun vüsəti var, nə qədər kamil bir insandır ki, hər iki diqqəti itirmir. Allahla ünsiyyət, xəlqlə rabitə. Yaxşı. Davam eləyək. Adətən insanın diqqəti bir nöqtəyə fokuslananda digər şeylərdən diqqəti yayınır. Düzdür? Bir yerə fokuslananda bir şeyi diqqətin yayınır. Qəflət edir başqa şeydə. Məsələn, görürsən, bir dənə söhbət edirsən, biraz danışsan, görürsən ki, sənə qulaq asmır. Vurursan silah, qardaş. De, sən Allah bağışdan yenə fikrin başqa yerdə. Üçün fikri başqa yerə fokuslanıb, diqqəti səndə deyil. Bir yerə yönəlib, bir yerdən məhrum olub. Adətən belədir. Adətən belədir. Amma bəzən insan o qədər məşq edir ki, öz üzərində çalışır ki, bunun nəticəsində bir neçə işi eyni anda icra edə bilir. Bir misal çəkimsə, mən oxumuşdum ki, bir qərb alimlərindən biri idi. Eyni zamanda 2 dənə məktub yazırdı. Sağ əli ilə bir, sol əlindən bir. Bir məktub məğzi, məzmunu başqa idi, o birisi məktubu, məzmunu tam başqa idi. Biri başqa dildə idi, biri başqa dildə idi. Bu dünyəvi misaldır. Bu dünyəvi misaldır. Amma bundan da fərqli bir söz deyim sizə. Bu dediyim misal maddi dünyaya aiddir. Bunun kamil forması kamil insana aiddir. Kamil forması kamil insana aiddir. Necə orada 2 dənə diqqət, bir diqqət insanı o bir diqqətdən yayındırmadı. Bunun kamil forması kamil insana aiddir. Nəzəri irfanda bir dənə mövzu var. Kovne cami addır. Kovne cami. Nə deməkdir bu? Yəni, kamil insan bir həddədir ki, bütün ilahi adlar onda təcəlli eləyib, bütün ilahi adlar onda təcəlli eləyib, əlləmə, Adəmə, biraz sonra deyərlər, bunu haradan deyirsən? Ayə. Əlləmə, Adəmə, əl-əsmaə kullaha. Mən Adəmə nə öyrətmişəm? Bütün adları. Adəm orada misal kamil insandan söhbət edir. Yaxşı. Yaxud belə deyək, insandan söhbət gedir. Amma kim aktuallaşdırır? Kamil insan. İmam da kamil insanın zirvəsi, o kamilliyin zirvəsindədir. Deməli, o adlar onda təcəlli edir. Yaxşı. Kovne cami nədir? Bütün adlar onda təcəlli edir. Belə ki, bütün aləmləri özündə ihtiva edir. Mülk, mələkut, şəhadət, qeyb, maddə aləm, mənəvi aləm, mücərrəd, hamısını ihtiva eləyib. Hamısı, bütün aləmlər onda nə edir? Bütün aləmlər özündə ihtiva eləyib. Deməli, belədir də onun vücudu. Buradan nəticə çıxartmaq olar ki, imam yerlə göy arasında feyz məcrasıdır. Feyz məcrasıdır, kovne camidir. Feyz məcrasıdır. Bir dənə nütbədən dua deyim sizə. Eynəs səbəbul muttəsil beynəl ərdi və səma. Bəh, nə gözəl duadır. Hardasan, ey yeri göyə vəsl eləyən imam zaman. Ey yeri göyə vəsl eləyən. Yəni, vəliyullah bu
yerdə dayanıb. İmamətin faydalarından biri budur. Yeri göyə vəsidir. Eynə babullah, eynə babəllahilləzi minhu yu'ta. Hardadır Allahın o qapısı ki, Allah həmən qapıdan əta edir. O qapıdan gəlir. Oradan gəlir. Və ətul buyutə min əbvabə. Evə qapılarından giyin. Quran demir. Bu ayə də qaldı ya, Əhl-i Beytlə bağlıydı. Nə qədər ayələrimiz var. Yaxşı. Yaxşı. Bura qədər anladıq ki, bu rüku başqa rükudur. Belə deyil. Allah bu rükuda vəsf eləməklə imamı bizə başa saldı ki, imam həmən rükuda Allaha olan eşqlə insanlara olan məhəbbəti bir araya gətirib. Yəni, başa saldı bizi Allah Teala ki, sən imamın o kəsdir ki, və o kəs olmalıdır ki, sənə o qədər eşqi, məhəbbəti var ki, heç gözləmir rükusu bitsin, rükuda səni düşünür, rükuda səni verir, eyni zamanda diqqəti də yayınmır. Çünki Allahın gözü ilə xəlqə neyir, baxır, seyr edir. Eynullah, ilahi gözlə seyr edir, baxır, nə var, nə yox. Kamil insan budur. Ona görə, misal da buna görə bunu çəkdim ki, bəzi anlarda diqqəti yayınar. Deyirəm, heç adi dünyada olur bəzi insanlar bir anda 2 dənə iş görür. Bir anda 2 dənə iş görür. İndi kamil insan daha zirvələrdədir. O, belə məsələlərdə mümkün, elə bu halda deyil ki, daha bir yerə başı qarışdı, başqa şeydən nə oldu, məhrum oldu. Çünki daha o konu camidir, bu aləmdən qopub, mənəvi aləmlərdədir. Mənəvi aləmlərdə bu aləmə təsəllütü var. Bu aləm mənəvi aləmin ocuundadır. Başa sözü belə şairanə danışsam, maddi aləm mələkut aləmin ocuundadır. Belə deyim də, misal kimi. Ona görə o aləmdən seyr edir, bu aləmi görür. Elə bir dağın zirvəsindən baxır, yeri görür. Bura qədər bu məsələ. Mən bir dənə ayənin davamında bir dənə ayə var. Bu ayəni dəqiq başa düşmək üçün o birisi ayəyə baxmalısınız. Biz adətən 55-ci ayəyə baxırıq, amma 56-ını da oxuyun, xahiş edirəm sizdən. 56, 55-in davamıdır. 55 nədir? Baxın, diqqət edin. 55 deyir ki, 55-ci ayə buyurdu ki, İnnəmə vəliyukumullah və rasuluhu vəllezine amenullezine yuqimunəs-salata və yutunnəz-zəkata və hum rakun. Sizin vəliyiniz kimdir? Allah, Rəsul, bir də möminlər. Hansı möminlər? Məhdud elədi çərçivəni. Rükuda zəkat verən. Rükuda zəkat verən. Deməli, 3. Allah, Peyğəmbər, rükuda zəkat verən. Oldu? İndi görün bu birisi ayədə nə deyir? Ayənin gözəlliyinə baxın. O rükuda zəkat verən mömin bəllidir, Peyğəmbər bəllidir, Allah da bəllidir. Ayə 56. Və mən yetəvəlləllah və rasuləh vəllədinə amənu. Kim Allahı vəli kimi qəbul eləsə, Peyğəmbəri vəli kimi qəbul eləsə və o məxsus mömini vəli kimi qəbul eləsə. Deməli, 55-də söhbəti açdı. Dedi, bunlar vəlidir. Amma deyir, təkcə olan vəli olması kifayət eləmir ki. Siz də qəbul eləyəsiniz. Başa düşürsünüz. Məşruiyyət, məqbuliyyət mövzusu var. İndi bəhsdə elmi söhbət. Allah deyir, bu 55-də deyir, vəli bunlardır. 56-da deyir, əgər onların vəli kimi qəbul eləsəz. Üçün də deyir, özdə ya. Və mən yetəvəllallah bir, yetəvəllə kəlməsi vəli kəlməsidir. Kim Allahı vəli kimi qəbul etsə və Rasulunu vəli kimi qəbul etsə, vəllədinə amənu. O kimdir söhbət vəllədinə amənu? Əvvəlki ayədə də rükuda zəkat verən. O kim o rükuda zəkat verəni vəli kimi qəbul eləsə, belə bir cəm, belə bir ayənin davamı var, tərcümə edirəm, belə bir cəm qəbul eləsə Allahın vəliliyini, Peyğəmbərin vəli olmasını, imamın vəli və imam olmasını qəbul eləsə, hər mənada uğur, səadət, hidayət, qələbə olaraq məxsusdur. Humul qalibun. Ayət belə qutarır. 56. Hər mənada, dünya da istəyirsiniz oradadır, axirət də istəyirsiniz oradadır, səadət də istəyirsiniz oradadır, hidayət də istəyirsiniz oradadır, hər şey oradadır. Humul qalibun. Nəticə oradadır, Allah deyir. Bu ayə tamamən, ona görə dedim, bu 55-ci ayə o qədər mühüm ayədir ki, yəni bu ayə konkret nə deyir? Deyir, belə bir cəm, cəm kəlməsini işlədir, bu 56-da. Və həmən sözü, o cəm kəlməsi ki var ərəb dilində işlənib, Allah 2 yerdə bu cür nə işlədir, başqa yerlərdə başqa mənada.
Və Mücadilə surəsi 22-ci ayədə həmən cəmdən bir dənə söhbət açıb. Hansı cəmdən? O cəmdən ki, Allahın vəliliyini qəbul elədi. 1, Peyğəmbərin vəli olmasını qəbul elədi. 2 və rükuda zəkat verənin vəli olmasını qəbul elədi. 3, Mücadilə 22-də deyir ki, bu cəm radiyallahu anhum və radu anh. Allah da onlardan razıdır, onlar da Allahdan razıdır. Maraqlı ayələrdən biridir. Belə bir cəmdən razıyam və belə bir cəm məndən razıdır. İndi bu rizayət kəlməsini qaytarmara Əl-yom əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkum əl-İslamə dinən. Əslində bu ayələr həmən ayələrin müqəddiməsidir. Əslində Allah Teala hər şey deyib, qurban olduğum. Bizdən danışır bu Quran-ı Kərimdə. Quran-ı Kərim mənə necə sübut eləsin imaməti? Nə desin mənə bundan artıq? Bir dənə adlarını çəkməyib də. Bir dənə adlarını çəkməyib, onu da inşallah dua eləyin, izah verərəm. Onu da yaxşı. Allah bir ömür versin, izah verərəm. Adları çəkinməyib. Amma siz görürsünüz ki, bütün İslam dünyası deyir ki, bu imamlardan, Quranda ayə var. İslam dünyası, nə qədər mənbələr danışdıq? Neçə günü danışırıq? Yaxşı, özü ayə nə deyir? Diqqət edin. Deyir, radiyallahu anhum və radu anh. Allah da onlardan razıdır, onlar da Allahdan razıdır. Bu sonluq hara gedir? Başqa bir ayda deyir, Fəcrdə, ya əyyətfən nəfsul mutmainnə, irci ilə rabbiki raziyətən mərdiyyə, raziyətən mərdiyyə. Ey aram insan, görünən budur ki, hüzur, aramlıq, o aləmdən üns, rabitənin yolu buradan geçir. Fustu və Rabbil Kəbə. Fustu və Rabbil Kəbə. Əslən, deyir, ya əyyətfən nəfsul mutmainnə, irci ilə rabbiki raziyətən mərdiyyə, fədxuli fi ibadi, sən mənə bəndəmsən, belə etdiyivə görə. Vədxuli cənnəti, daxil ol mənə cənnətimə. Görünən budur ki, bu mövzular ubudiyyət tələb edir, bəndəçiliyi tələb edir. Çətin mövzulardır. Ona görə bunlar haqqında düşünməyə deyər, ona görə deyirəm ki, düşünək bu mövzular haqqında fikirləşək. Yəni, hamımız bu haqda düşünməyə deyər. Yaxşı, ayənin sonu üstünədir, mücadilənin axırı. Axırda gəldi, hum əl-muflihun. Bunlar fəlaha yetişdilər. Görünən bu da Əmirül-Müminin, Peyğəmbər və Allah və bu imamlar, şükür olsun Allah ki, bu xalq sevir Əhl-i Beyti, sevir, əlhəmdülillah. Yəni, bax, bu yol fəlahdır, insanı fəlaha çatdırır. Fəlah nədir? Fəlah, fəllah ərəblər bağbana deyirlər. Bağbana fəllah deyirlər. Yaxşı, bağban neyinir? Bağban buğdanı səpir, toxumu səpir, sonra neyinir? Qoruyur, su tökür, cücərdir, sümbül eləyir, hər halda. Yaxud fidanı əkir, ağac eləyir. Yəni, bunun mənası budur. Fəlah nədir? Fəllah ona deyirlər. Qəd əfləhəli müminun mənası nə oldu burada? Yəni, Allah ki, fəzilət toxumları ki, səpib sənin ürəyi və canıva, qəlbi və vücuduva, istəyirsənsə bu toxumlar düzərsin, istəyirsənsə istedadlar çiçəklənsin, istəyirsənsə potensialların aktuallaşsın, istəyirsənsə mənən yüksələsən, istəyirsənsə ruhən zirvələrə yetişəsən, istəyirsən candan meyraca ucalasan, qəd əfləhəli müminun, humul muflihun, bunlar buradan keçir. Uzaq düşməyin Əhl-i Beytdən. Uzaq düşməyin. Uzaq düşsən ziyan sənədir. Bu ayələr bunu deyir. Yıxsaq bir yerə, ayələr bunu deyir. Sonunda bir dənə hədis deyirəm. Bugünkü çıxışımızın sonunda. Hədis Hakim Nişapur, bizim əhl-i sünnə, əziz əhl-i sünnə qardaşlarım, dəyərli əhl-i sünnə qardaşlarımızın sənədlərindən biridir. Müstədrək. Orada da bu hədis. Müstədrək səhih. Cild 3, səhifə 139, özü belə deyir bu hədisdə, ya, diqqət edin. Həzə hədisun səhihul isnad. Bu səhih hədisdir, düzgün hədisdir. Özü deyir, onu hədisi oxuyuram. Mən yuridu ən yəhyə həyati. Peyğəmbərdən hədis. Kim mənim kimi yaşamaq istəyirsə və yəmutə mauti, mənim kimi ölmək istəyirsə və yəskunə cənnətəl xuld, cənnətə gəlmək istəyirsən, o özdə xüsusi cənnətə, əlləti vəədəni Rabbi, bu cənnəti ki, Rəbbim mənə vədə verir.
Yəni kimisi mənlə olsun orada. Yetevella sözünü bir yaxdı deyim sizə. Bəli. Mən yetevəllallah. Kim Allahın vəli kimi qəbul etsə, Peyğəmbəri Əmirül Möminin ayəni oxudumda 56. Deyir, Peyğəmbərdir, kim mənim kimi yaşamaq istəyirsə, kim mənim kimi ölmək istəyirsə, sonunda cənnətə getmək istəyirsə, yolu budur. Fəliyyətəvəllə Əli ibn Əbi Talib. Əli ibn Əbi Talib. Onda Əlini, o Əli ki, İbn Əbi Talib, Əbu Talibin oğlu Əli idi, onun vəli olmasını qəbul edesin. فَإِنَّهُ لَنْ يُخْرِجَكُمْ مِنْ هُدًا. Heç vaxt Əli sizi hidayətdən çıxartmaz. وَلَنْ يُدْخِلَكُمْ فِي ضَلَالَةٍ. Heç vaxt sizi zəlalət aparmaz. Bu Əhl-i mənbəsi. Musradəki Səhihəyn və Hakim Nişapuri. Səhifəsində dedim, cildində dedim ki, istədim camiyə danışım, hələ hamımız oturaq, hamımız eşidək. Bu da hədis, bu ayənin bizə verdiyi mesaj, o rüku, salam olsun rükuya, salam olsun o rükuya ki, yerlə göyü biri digərinə vəsf edib. Salam olsun o rükuya ki, insanlara olan sevgi ilə Allah olan eşqi bir yerə cəm edib. Salam olsun bu rükuya. Və bu rüku və bu rükunun sahibləri də bəlli, vəlilər də bəlli. Bu 3 gecəmiz. Allah lütf eləsin, sabah bir dənə də mövzuya toxunum inşallah. Elhamdülillah, şükür olsun Allaha. Belə bir şəxsiyyəti bizə tanıdıb, sevdirib. Həqiqətən, adam heç vaxt peşman olmaz da, belə bir şəxsin ardıca getməsinə, belə bir insanı sevməsinə, qəlbində ona məhəbbət bəsləməsinə. Belə bir şövq, belə bir sevgi həqiqətən də insanı daha da ucaldır, daha da həlimləşdirir. Yəni, belə insandan nə ziyan görmək olar hacı? Yəni, belə insan, həqiqətən də bunları tanıya, mərifəti ola, sevə, bu insanların ardıca gedən insan heç vaxtı terror eləməz, cinayət eləməz. Yəni, bütün bu məsələlərdə biz tarixə baxsaq, dünyaya baxsaq ki, belə insanlardan heç kim ziyan görməyib, görməz, görə bilməz. O iddia edənlər var bəziləri, onları qoyuruq kənara. Çox insan var, deyir, mən Allahı tanıyıram, amma halbuki Allahla işi yoxdur, heç bir işi yoxdur. O başqa məsələ. Amma bu insanların ardıca gedənlər heç vaxtı qəlb qırılmaz. Onlardan ziyan gəlməz və zərər gəlməz. Hacı. Allah sizi qorusun, möhtəşəm idi bu gündə. Yeni heyfsilənləmi mən vaxt qutarır, Ramazan ayı qutarır, belə söhbətləri eşitmək olmayacaq hacı. Allah qorusun sizi, Allah ömür versin.